Sizcə hal-hazırda xəstələrin sayının artması tibbi faktorlarla bağlıdır, yoxsa cəmiyyətin özünün psixososial vəziyyəti xəstəlikləri artırır? Sadəcə burada doğrudan da xəstəlik artması da var və bir də ki, tibbin imkanları artıb. Yəni, necə izah edək? Deyək ki, bəzi xəstəliklərin diaqnostikası üçün lazım olan tibbi avadanlıqlar yox idi və yaxud da ki, son nəsil cihazlar kəşf olundu. Diaqnostika imkanlarımız artıb. Vaxtında diaqnoz qoymaq üçün bu imkanlarımız artıb. Xəstəliklərin artması bəzi sahələrdə izlənilir, amma mən daha çox düşünürəm ki, daha çox aşkar eləmək imkanlarımız var. Bizim sadəcə həkim olaraq ən böyük problemimiz ondan ibarətdir ki, xəstələr vaxtında müraciət eləmirlər ki, ilkin mərhələlərdə aşkarlaya bilər. Yəni, bugün tibb bu səviyyədə imkanlar əldə edib.